Satçı kasser işi var yoldaşlar. Özü də bir neçə yerdədir. Hardadır bəs? Bravodadır yoldaşlar. Fərq eləmirsiniz, bəyinmisiniz, xanımsınızmı? Vacib deyil də özdə iş təcrübəsi də, təhsil də vacib deyil. Amma nə bilməyiniz lazımdır yoldaşlar? Bu 3 növbəli bir iş qrafikinə malikdir və bir neçə yerdə işçiyə ehtiyaclar var. Yəni ona görə də sizin geniş seçim imkanınız var. Sizə uyğun olan hansı ərazidirsə, nə gözəl, sizin şansınız gətirə bilər ki, evinizin yanında bir yerdə işləyə bilərsiniz. Daha yaxın yerdə bir yerdə işləyə bilərsiniz. Deməli, Nəsimi bazarı tərəfdə var, Gənclik yaxınlığında. Sonra Binəqədidə var 9-cu mikrorayonda. Sonra Azadlıqda Koala Park tərəfdə var. Sonra Yasamalda Tibb Kolleci yaxınlığında var. Sonra Çinar Parkda, Nərimanovda Dərnəgül yolunda var. Sonra 20-ci sahədə var. Sonra Xatay metrosu yaxınlığında var. Sonra Azadlıq Bakı Sağlamlıq Mərkəzi yaxınlığında var. Sonra 28 molda var. Həzrət Slonovda var. Sonra Qış Parkında var. Sonra Əhmədlidə var. 20 yanvarda var. Nizami Kinoteatrı yaxınlığında var. Sahil bağında var. Xırdalanda var. Babək prospektində var. 7-ci mikrorayonda var. Yasamalda var. Əmək haqqı nə qədərdir? Əmək haqqı zəifdir yoldaşlar. Nəyə görə də zəif olmasın? Çünki sizdən nə təhsil tələb eləyir, nə təcrübə tələb eləyir. Ona görə də yəni normaldır belə baxdıqda. İndi gələcək zamanda təcrübəniz olduqda da əlbəttə ki, digər daha yüksək əmək haqqılı satçı kasser işlərinə keçə bilərsiniz. Amma 3 növbəlidir yoldaşlar bu, yəni xəbəriniz olsun. 530-560 manat aralığında dəyişir əmək haqqı. Müsahibə əsasında artıq təyin olunur sizin bilik və bacarıqlarınıza əsasən. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Profildəki kanala, Toğrul Əzov adlı kanala, daha dəqiq desək. Toğrul Əzov adlı kanala daxil olduqdan sonra siz diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsinə götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.